Salam hörmətli izləyicilər, mən bugün sizinlə bizim milli yeməyimiz olan maxara bişirəcəyəm. Əslində maxara bizim zonaya aid bir yeməkdir. İlk öncə südü süzmüşəm, onun üzərinə 3 ədəd yumurta əlavə edirəm. İkisini etmişəm, birini də edirəm. Biraz tuz. Zövqə görə pesok. Sonra unu əlavə edirəm. Unu əlavə etdikdən sonra onu yaxşı qarışdırıb umaç şəklinə salıram. İndi mən sacı yağlayıram və umacı yağın sacın üstünə tökürəm. Sacı hər dəfədə yağlamaq lazımdır ki, maxaralar yaxşı çıxsın. Bu da bizim maxaramız. Yiyəcək və hazırlayacaq. Hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın.